Deməli bu qədər anlaşılmamazlıq varsa, demək ki bunun zamanı gəldi. Bax deyirsiniz ki, üçüncü boyutu debil deməyin. Tamam. Biz üçüncü boyutu debil demirik ki. O bir dənə lətifə vardı. Parikmaxır kişinin başına tüpürür. O deyir, neyinisən? Mən deyir, sənə tüpürmədim ki, mən öz sənətimə tüpürdüm. Buna işdir, buna biabırsın. Belə baş qırxırlar. İlgənir öz sənətindən. İndi üçüncü boyutla problem yoxdur ki. Diqqətlə qulaq asın. Ruh Allahın, bədən də onun enerjisindən yaranıb. Severək yaradıb. Ruh sifariş verir bunu. Bu zaman problem nədədir? Zehində. Bax o proqramın adı var da, Windows proqramı var, Linux var, nə bilim nə var, Privet, Android var. Bunların da proqramı debil proqramıdır. Debil nədir? Dağıdıcı, qorxu üzərində qurulmuş. Yəni problem proqramdadır. Əgər sənə deyilirsə ki, sənin proqramın ruhunun proqramı olmalıdır. Mələklər o ruhun proqramına səcdə edib. Adəm heç vecinə alan yox idi. Ta ki ona ruh yüklənməyincə, ruh danışmayınca onlarla. Bax, məsələ budur. Sən ruhun proqramını yüklə. Əgər tutalım ki, sən, bax, buradan yuxarıda Lazat da, Qəbələnin Lazası. Sən indi durub desən ki, mən Laza getmək üçün aşağı gedirəm, onda sənə deyərlər ki, qardaş, sən yanlış yoldasan. Laza yuxarıdadır, aşağıda deyil. Bu o deməkdir ki, həmin adama sən irad tutursan, onu qınıyırsan və yaxud da ki, nəsə yuxarıdan aşağı baxırsan, qətiyyən o düzgün istiqamətə getmir də onu yönəltdin bu tərəfə. O sənə sağ ol deməlidir buna görə. Daha sən niyə mənə belə dedin? Sən kimsən ki, mənə belə deyirsən? Bu cür debil söhbətlər olmalı deyil. Bu egonun, zehnin oyunudur. Bir də orada suallar yaranır ki, bəs bunları niyə qınıyırsan, niyə belə deyirsən? Yəni bu tipdə. O zaman yaxşı, deyirsiniz ki, bu karmadır, valideynin öz karması, uşağın öz karması, valideyni eləməklə, yəni ittiham eləmə, qınama, nə, əslində qınaq yoxdur da, sadəcə müşahidə eləyib, proqramın səhv olduğunu deyirsən və deyirsən ki, hara qədər? Başa düşdük də, indi bunu düzət də, qardaş, sənə xeyrivi deyirik. O da onu başa düşmür, sən də üz çevirirsən və qına obyektinə rastlayarsan. Halbuki, Quranda da deyir ki, valideyniniz gördünüz ki, Allah'a inkar edir, onlara itaat eləməyin. Halbuki başqa yerdə ki, uf da demə. Valideynlə valideynin fərq var. O proqramdır. Valideynin proqramını yerinə yetirirsə, başqa məsələ. Sənin nədir, dünya gətirib və yaxud da ki, orada bir dənə 5 manat qazanım, onu səndən bölüşübsə, o valideynlik dedir. Mən də bunları yemləyirəm də. Nə, minnət mi qoymalıyım, yoxsa deməliyim, niyə mənə salam vermədin, niyə sənin saçın uzundur falan, nəsə bir şey deməliyim əgər. Allah xoşlar olsun. Yenisində, keyf eləsinlər. Yaxşı ki, varlar. Sağ olsunlar. Onlar olmasa mən bu zövqü hardan alım, nəyi yedizdirim, kimləri yedizdirim. Görün, nə gözəl varlıqlardır. Yəni, övlad da bir sənə şans verir ki, sən valideyn təcrübəsi keçirsin. Övlad olmasa, sən nətər valideyn ola bilərsin? O da sənin təşəkkürün, səni bu cür status verdi, səni adam elədi. Hə? İndi məsələ nədən gedir? Əgər beləyə qalsa, Allah da deyir ki, bunlar heyvandılar, heyvandan betərdirlər. Ay, niyə düzəlmirsiniz? Ay, düz yola gəlin, sizdən qabaqçıları dedi. Sonra məhv elə deyə onlara, bax, yandıracam sizi, cəhənnəmə atacam. Onda biz Allah barədə nə düşünək? Deyək ki, ay Allah, bəs bilmirsən ki, bunların karması var, bunlar öz karmasını eləyir, bunların seçimi var. Nə əcəb səndən belə reaksiya verirsən öz yaratdığına. Sənin yaratdığın, sənin əsərindir də. Sən necə qınaya bilərsən? Sən deməli azadlıq vermirsənsə bunlara. O necə deyə bilərsən, günahkarsın. 2 dənə seçimi var da. 2 dənə ördəkdir, ya bunu yemləyəsən, ya da ki, tutalım ağı. Belə şey mi olur, qaranı yemləsən, cəza veriləcək sənə? Bəs mənim azadlığım artıq qaldı. Onda bunun harası azadlıq oldu? Onda mənim seçimim yoxdur ki. Kimi aldadırsan onda? Yəni, bu cür şeylər yaradanı məsxərə qoymaqdan başqa bir şey deyil. Bu baxımdan mən bunlara debil deyirəmsə, söhbət proqramdan gedir. Söhbət insandan getmir. Mən özüm də keçmiş proqramlarıma baxıram. Görürəm ki, kserokopya eləmişəm kimisə və yaxud da ki, qorxu məni idarə edib, tamah idarə edib, öz sözüm olmuyor. Bu nədir? Debil proqramı. Nə qədər videolarım var ki, özümə dedim ki, debiləm ki mən. İndinin özündə də sabahları
gedib harası çatanda, bir səviyyə çatanda indiki səviyyəmə debil deyəcəm. Niyə durub buradan zövq almaq əvəzinə boş-boş kiməsə TikTok çəkirəm? Onun elə özü debillikdir. Sənə lazımdır o. Amma bu günləri mən bu mərhələni keçmək üçün bu mənə lazımdır. Gələcəkdə lazım olmayacaq və təbii ki, günlərin bir günü bir səviyyə çatasan ki, normal baxasın hər şeyə. Deyərsən ki, hər şey olmalı olduğu kimidir. Bunu indi də deyir, ən aşağı səviyyəli insanlar ki, hər şey olmalı olduğu kimidir. Allahın işinə qarışmayın falan və s. No, burada bir məsələ var. Sən nəyəsə stop deməyincə heç nə düzəlməyəcək. Kitaylar 40 il qabaq dedilər ki, belə olmaz. Monqolların dövründən üzbəri, onlar ora hücum edəndən sonra inkişaf getməyib. Bədbəxtçilik basıb bunları. Biz nəyəsə dəyişməliyik. Və dəyişdirdilər də. Nəticəsi bu oldu. Ərəblər 40 il qabaq dedi ki, biz buranı cənnətə çevirəcəyik. Əgər pul gəlirsə ölkəyə, deməli, biz yaxşı yaşamalıyıq. Neftdən istifadə etməliyik. Milyon ildir yerin altındadır bu qara qızıl, həmin o neft. Heç biz bilmirik nədir bu. Lazım da deyildi. İndi bunu sahib çıxan var, pul verirlərsə o zaman düşüyor da. Biz də o pulu götürək, başqa bir problemlərə həll edək. Yəni qərar verdilər. İnsanlar qərar verməyincə heç nə dəyişən deyil. Məsuliyyəti öz üzərinə götürməyincə heç nə dəyişən deyil. Tarixə tənqidi yanaşmayınca heç nə dəyişən deyil. Bu ondan getmir söhbət. Mən indi danışdım, güya nəsə dəyişdi və s. Yox, hər kəsin öz zamanı var. Onlar yetişəndə, dınq eləyəndə onlar da onlara çatanda düzələcək hər şey. Amma mən niyə danışıram? Çünki biz həyata öz sözümüzü deməyə gəlmişik. Özümüzü ifadəyə gəlmişik. Nədə heç nə düzəlmir deyə və yaxud da ki, mən bəstəkaram da mahnı yazıram. Kimsə qulaq asmır, cəhənnəmə qulaq asın, mənə çox lazımdır qulaq asınlar. Mən bəstəkaram, bəstəkarlığımı eləyirəm. Orada quşlar oxuyur da meşədə, hə? Bu çayın səsi var. Demir ki, mənə qulaq asan var görəsən yoxsa, yox, like elədilər, görəsən mən kimə salar. O öz fitrətində nədir, öz təbiiliyini yaşayır. Mən də öz bəstəkarlığımı eləyirəm, mahnılarımı yazıram, xərc çəkirəm, aranjmana, səs yazmağa filana. Nə qədər? Yəni, nə saunaya gedirəm, nə baseynə gedirəm. Ondan sonra gəlib mahnı yazsam daha yaxşı. Çünki orada özümü daha rahat hiss edirəm. Bir dənə meditasiya eləsəm, elə o enerjini yığa bilərəm, istədiyim o. Aldığım o ləzzəti. Amma mən bunda xoşbəxtəm. Bölüşməkdə, paylaşmaqda, musiqidə, yəni Yaradanın mənə verdiyi bir şeylərdə. Niyə də onda bundan imtina eləyim? Nədir istəyən yoxdur, bəyənən yoxdur. Cəhənnəmə görə olsun, onlar üçün eləmirəm ki, bu şeyləri ümumiyyətlə nə olmursa, çəkilir, danışılır, bunlar mənim özüm üçündür. Kimisə üçün yox. Kimlərsə yararlanmaq istəyirsə, əlbəttə ki, pulsuzdur. Girsinlər, yaransınlar. Bizdə hələ Telegramda 4-cü boyut təlimi var pulsuz, 5-ci boyutda pulsuz olur. Bundan o tərəfi neynəmək olar? Bir ara pulluydu çünki lazım idi də, texnika almalıydım, sintetizator falan, kompüter. Ki, oturum mahnılarımı yazım. İndi əgər bunu eləmişiksə, indi niyə pul eləyək? İndi həmin o sintetizatordan pul qazanmaq lazımdır, sağlıq olsun, onun da zamanı var. Hər şeyin zamanı var. Tələsməyin heç bir mənası yoxdur. Əsas ruhumuzla yaşayaq və zaten güya ki, sən milyoner olmağın, pul qazanmağın nə üçündür ki? Axırda bir hüzur tapasan da, yəni pulu fikirləşməyəsən, neynəyəsən? Mənim pulum yoxdur. Nə problem var ki? Mən də belə də hüzur içindəyəm. Təbiətdəyəm. Bu dəqiq pullular gəlir bura, gedir restoranda kebab yer. Bu öyle Bakıda da yeyə bilərsən də onu. Çıx bir o dağın başına, o meşəyə, gəl bir bunlarla da söhbət elə. Bunları mən pulsuz elim. 50 qəpiyə çörək almışam, bax, dadını çıxardırım. Yəni, məsələ nədir son nəticədə? Biz nəyisə dəyişməliyik düşüncəmizdə. Başqa heç lazım deyil. Qalan hər şey frekans dəyişiləcək, avtomatik düzələcək. Təşəkkür edirəm.